Elm və Təhsil Nazirliyinin dəstəyi və STEM Azərbaycan layihəsinin təşkilatçılığı ilə Beynəlxalq STEM Azərbaycan Festivalı 2025-in açılış mərasimi baş tutub. Festival bu il xüsusi əhəmiyyət daşıyır. Saf 5 illik yubileyini qeyd edir. Bu, Azərbaycanın gələcəyə, innovasiya və 21-ci əsr bacarıqlarına verdiyi dəyərin bariz nümunəsidir. Tədbirə dövlət qurumlarının rəsmiləri, rektorlar, beynəlxalq təşkilatların təmsilçiləri, o cümlədən Elm və Təhsil Naziri Emin Əmrullayev və STEM Azərbaycan layihəsinin rəhbəri İqrar Nəzərov qatılaraq elm, texnologiya, mühəndislik, incəsənət, riyaziyyatı bir araya gətirən festivalın əhəmiyyətindən danışıblar. Mən bütün iştirakçılara uğurlar arzu edirəm və inanıram ki, bu tipli layihələr, artıq bu layihə də deyil, yəni 300 min şagird 3-cü, 9-cu sinifləri saysaq, kifayət qədər böyük bir əhatəlilikdir. Ümumiyyətlə, STEM özünüz də gördüyünüz kimi, yəni burada gördüyünüz səhnə aşağı-yuxarı Azərbaycanın bir çox məktəblərində ya sinif, ya mərkəz formatında var və bu bizə imkan verir ki, həm təhsilin məzmununu, həm tədrisin mahiyyətini, metodoloji aspektlərini kökündən dəyişək. İnanıram ki, əsaslı dəyişikliyə artıq nail olmuşuq, yəni 300 min rəqəmi yenə böyük rəqəmdir və növbəti illərdə artıq STEM yanaşması bizim təhsilin məzmununun özəyinə çevriləcəkdir. Festivalın miqyası isə bu dəfə olduqca genişdir. Beynəlxalq STEM Azərbaycan Festivalına bu il Azərbaycanla birlikdə 22 ölkədən minlərlə şagird, tələbə və ekspert qatılıb. Bu, gənc istedadlar noyabrın 19-na qədər davam edəcək festival zamanı 18 yarış kateqoriyası üzrə biliklərini nümayiş etdirəcəklər. Yarışlar robototexnika, süni intellekt, bərpa olunan enerji, dron və peyk texnologiyaları, incəsənət və innovativ mühəndislik layihələri kimi ən aktual sahələri əhatə edir. Festivalın əsas məqsədlərindən biri ətraf mühitin sağlamlaşdırılması, su ehtiyatlarından səmərəli istifadə və alternativ enerji mənbələrinə dair innovativ həllərin təşviqidir. Hazırda gördüyünüz bu layihələr məhz bu məqsədlərə xidmət edir. Gənc iştirakçılar STEM yanaşmasını tətbiq edərək problemlərimizə qeyri-standart və ağıllı həllər təklif edirlər. Qazılan enerji mənbələri bunlar tükənəndir. Və şagird gələcəkdə bizdə iqtisadiyyatın hansısa sektorunda özünə yer alan bir bizim vətəndaşdır, şəxsiyyətdir. O indidən düşünməyə başlamalıdır ki, hansı enerjinin bu istiqamətdə inkişaf edəcəksə, şəxsi karyerasını həmən istiqamətdə seçəcəksə, peşəkar karyerasını. O düşünməlidir ki, artıq indidən kiçik, erkən yaşlardan hansı istiqamətdə bərpa olunan enerji, alternativ enerjini inkişaf elətdirə bilər, o sahədə oxuyub mütəxəssis ola bilər və ölkə iqtisadiyyatına istər alternativ enerji olsun, istər digər problemlər, suallar ki var, burada iştirakçılar layihələrlə iştirak edirlər, həmən istiqamətlərdə hansı problemi həll edib və ölkə iqtisadiyyatına töhfə verə bilərlər. İndi isə gəlin bu böyük elmi ziyafətin rəqabət dolu meydanına nəzər salaq və gələcəyin ixtiraçılarını birlikdə tanıyaq. Biz Samux rayonundan qatılmışıq. Samux rayonu Su Kəsb və Tam Orta Məktəb. Komanda yoldaşım Yusif Bayramovdur. Biz bu kateqoriyada, yəni Kupsat kateqoriyasında əsas məqsədimiz peyk texnologiyası ilə inkişaf etdirməkdir. Və burada əsas məqsədimiz dizayn ikinci mərhələdir. Birinci mərhələ kodlaşdırmadır. Kodlaşdırmada isə DHT, MQ50, SP8266-ya qoşuldu. Kamerada aktiv haldadır, yəni çəkə bilir. O bizi çəkir. Bəli. Biz bu kameranı harda quraşdıra bilirik? Bu yarış zamanı bizdə 6 metr yüksəkliyə qaldırılır və yüksəklikdə bizdə bunları istəyirlər. Ona görə də bunu alta qoymuşuq ki, altdan yuxarı çəkə bilsin kamera. Neçə nəfər məhz bu ixtiravın üzərində işləyib? 2 nəfər. Komanda yoldaşım Yusif Bayramov və mən Ələkbərov Yusif. İkimiz də bu işdə fəal iştirak edirik. İndən belə hansı işlərin olacaqdır? İndən belə yəni STEM üzrə nailiyyətlərim olmasını istəyirəm. Uğurlar, hər ikinizə uğurlar. Bəli, bu gənclərin innovativ düşüncələri əslində sistemin nə qədər səmərəli olduğunu göstərir. İki komandaya yaxınlaşacağıq və məhz STEM Azərbaycan Festivalının iştirakçılarındandır və onlar öz işləri haqqında elə özləri danışacaqdır. Kim birinci danışacaq uşaqlar? Salam, mən Həsənzadə Tamerlan. Flytek kateqoriyasında dron sürücüsüyəm. Bu dron layihəmizdə tapşırığı yerinə yetirdiyimiz üçün xəritədəki 5 nömrəli halqadan keçib, ondan sonra eniş sonrasında enişdən sonra yanğın söndürmə topunu götürəcəyik. Bu yanğın söndürmə topunu götürdükdən sonra isə 3 nömrəli halqadan keçib yanğın söndürmə
məntəqəsindən yanğın söndürmə topunu atacaq. Bundan sonra ikinci yanğın söndürmə topunu atırıq. Eni sönüb geri dönür. Yəni indi biz operatorumuzdan xahiş eləyək biraz yaxından onu çəksin, sən ətraflı onları izah elə. Hə, burada bizim beynimiz var. Avtopilot və yaxud kontrolçu kimi gedir. Bu dronun beynidir. Bu dronun sürəti burada da ECC-lərimiz var. ECC-də Skywalker-ın 42 voltluq sürət tənzimləyicisidir və bunlar fırçasız ECC-lərdir. Bu fırçasız ECC-lər motorların gücünü tənzimləyir. Əgər bateriya artıq voltaj verərsə, həmin o voltajın qarşısını kəsir. Altdakı mexanizm isə yanğın söndürmə topunu götürmək üçün işə yarayır və xilas etmə əməliyyatını yerinə yetirmək üçün belə bir mexanizmə qurulub. Həmin mexanizmin qapısını örtüb açmaq üçün isə seri motorunu istifadə etmişik. Və siz 3 nəfər məhz bunun üzərində işləmisiniz. Uğurlar sizə hər birinizə. Sağ olun. Sizdən kim danışacaq uşaqlar? Mən Gülay Məmmədli, komandanın kapitanıyam və həmçinin simulyatoruyam. Mən istərdim sizə dronumuzdan danışım. Dronumuz gördüyünüz üzrə çox hündür deyil, amma Sənin neçə yaşı var və komanda üzvlərinin neçə yaşları var? Mənim hal-hazırda 15 yaşım var. Vidadi, onun da 15 yaşı var. 15 olub. 15 yaşı var və Ayan, onun da 14 yaşı var. İnşallah özünüz iftira etmişsiniz, üçünüz bunu düzəltmişsiniz. Sınaqlardan keçirtmişik və inanırıq ki, bugünkü yarışda yaxşı nəticə əldə edəcəyik. Uğur arzu edirəm, inşallah tutarsınız. Neçə vaxtı bunu düzəltmişsiniz? 5-6 ay əvvəl başlamışıq, amma hal-hazırda dronu bir aydır yığışdırırıq. Hər birinizə uğur olsun. Final mərhələsinə 1400-dən çox iştirakçı vəsiqə qazanıb ki, onların 202-si xarici ölkəni təmsil edir. STEM Azərbaycan festivalına qatılan Qazaxstanlı komanda gənc iştirakçı və onun mentorundan, yəni ustadından ibarətdir. Onlar ölkəmizə xüsusi bir layihə ilə gəliblər. Belə ki, bu gənc ixtiraçılar suda hərəkət edə bilən kiçik, ağıllı gəmi düzəldiblər. Bizim gəmi layihəmiz dəniz sularının təmizlənməsi və ya su ehtiyatlarının monitorinqi üçün nəzərdə tutulub. Biz STEAM metodundan istifadə etdik. Mühəndislik və riyaziyyat biliyimizlə gəminin optimal formasını hesabladıq. Texnologiya sahəsində isə onu proqramlaşdırdıq. Bu gəmi kiçik olsa da sensorlar vasitəsilə suyun keyfiyyətini analiz etmə qabiliyyətinə malikdir. Bakıda olmaq və 22 ölkə ilə rəqabət aparmaq inanılmaz təcrübədir. Layihənin hazırlanması təxminən 2 ay çəkdi. STEAM yanaşması gənclərə problemlərə inteqrasiya olunmuş şəkildə yanaşmağı öyrədir. Onlar tək robot düzəltmədilər. Eyni zamanda həmin robotun ekoloji bir problemi necə həll edə biləcəyini də düşündülər. Azərbaycanın təşkil etdiyi bu möhtəşəm festivalda iştirak etməkdən qürur duyuruq. Beynəlxalq STEM Azərbaycan festivalı gənclərin innovasiya və yaradıcılıq potensialının bitməyən mənbəyi, eyni zamanda qlobal əməkdaşlığa səbəb olan nəhəng bir platformadır. Bu, elmi texnoloji bayram Bakı Expo mərkəzində noyabrın 19-na dək davam edəcək.